Salam, axşamınız xeyir. Axşam saati 22:45. İbrahim çatıb, gəlmişik İbrahimi götürməyə. Bugün ayın 20'si, noyabr 20'si. İbrahim bugün gəldi. Görsə axşam gəlib, bəzən mənə yazırlar ki, bəs gələcəyik, nə edəcəyik, nə edəcəyik, necə satacaq. Gəlib qarşılayırıq Pilzenlə. Pilzenə qədər yolu başa salırıq. Gəlirsiniz Pilzenlə gəlib qarşılayırıq. İbrahimi götürəcəm. Ondan sonra inşallah aparıb yerləşdirəcəyik yataqxanaya. Aparıb yerləşdirəcəyik yataqxanaya inşallah. Ondan sonra polisə, ondan sonra eyni qaydayla işə gedəcək. Gedək İbrahimi qarşılayaq. Böyle Pilzen hal-hazırda adrəsin içərisindəyik. İbrahimi qarşılayandan sonra koordinatora təslim eləyəcəyik. Koordinator aparacaq. Sən çəkil. Ne var ne yok vəziyyət. Kesin əhval. Neyse ne işləyirsən. İbrahim gəldi çatdı. İbrahim mən dekabr ayında başladıq keçən ilin işə. Bu ilin noyabr ayında 11 aya gəldi çatdı. Məsələn dünən gələn qardaş 4 aya gəldi çatmışdı. Hər kəsdə fərqli olur. Dedim ki bu kvotadan asıldı. Yəni bunu sizə kim yalandan vaxt söz verirsə, birbaşa yalandır. Yəni mən sizə yalandan deyəmərəm ki 3 ay, 4 ay, 5 ay. 4 aya da gələn var. İbrahim kimi 11 aya gələn də var. Yəni heç nə bilmək olmur. Baxın, Pilzen Dəmir Yolu vağzalındayıq. İbrahim indi çatıb, saat 11'ə qalıb. İndi inşallah gedib yerləşəcək. Polisdən keçəcək. Çox güman ki dekabrın əvvəli zavodlar tətilə çıxır, yeni il tətilinə. İstəsə burada da qalar, gəzə də bilər. İnşallah ki yanvarın 1-dən yenə işlər atılacaq. Dekabra qədər də bir 10 gün, 15 gün işləyər. Dekabrdan sonra 20'sindən sonra təxminən 15-20 arası zavodlar tətilə çıxır 10 günlük. Ondan sonra yenə yanvarın 1-dən 2-sindən hər şey normala dönəcək. İndi gedirik yerləşməyə. İnşallah ki yenə də video çəkib məlumat verərəm. Oldu. Hələ.